bürcü 21 Mart 2026-cı il. Əgər kiminləsə vacib məsələləri müzakirə etmək lazımdırsa, bunu günün əvvəlində etmək daha yaxşıdır. Məhz bu vaxt həm işgüzar, həm də şəxsi söhbətlər üçün xüsusilə əlverişli olacaq. Hətta sizə heç bənzəməyən insanlarla belə dil tapmaq daha asan olacaq. Bəzi qoçlara intuisiya yeni tanışların fikrinin nə olduğunu hiss etməyə kömək edəcək. Bu da bürc nümayəndələrinə ünsiyyətdə düzgün ton seçməyə, narahat və xoşagəlməz məqamlardan qaçmağa imkan verəcək. Sonradan diqqəti cari işlərə, gündəlik məsələlərin həllinə yönətmək lazım gələcək. Hər şeyə yaradıcı yanaşmağa üstünlük verən bürc nümayəndələri darıxa və buna görə də bəzi xoşagəlməz səhvlərə yol verə bilərlər. Yanınızda səhvlərinizi nəzakətlə göstərəcək və onları düzəltməyə kömək edəcək bir insanın olması yaxşı olardı. Buğa bürcü 21 Mart 2026-cı il. Son vaxtlar çox güc sərf etdiyiniz işə diqqət ayırmağa dəyər. İstisna deyil ki, bugün onu uğurla başa çatdırsanız, üstəlik bəzi buğalar gözlədiklərindən də yaxşı nəticələr əldə edəcəklər. Düzdür, tanış üsullar az təsirli ola bilər. Ona görə də yeni nəsə fikirləşməyə hazır olun. Öz ideyalarınız kifayət etməsə, sınanmış müttəfiqlərə və ya yaxın dostlara müraciət edə bilərsiniz. Onların sizi maraqlı fikirlərə yönətmək şansı var. Müsbət meyillərin təsiri gün ərzində kifayət qədər güclü olacaq. Bəzən kiçik çətinliklər yarana bilər, amma siz onların öhdəsindən tez gələcəksiniz. Əkizlər bürcü 21 Mart 2026-cı il. Bütün vacib işlərlə günün əvvəlinə məşğul olmaq daha yaxşıdır. Bu vaxt uğurlu olacaq. İxtiraçılığınız və istənilən məsələni yaradıcı yanaşma ilə həll etmək bacarığınız sayəsində bir çox tapşırığın öhdəsindən gözlədiyinizdən də tez gələcəksiniz. Bu vaxt yeni layihələrə başlamaq üçün də münasibdir. Ola bilsin ki, yanınızda yaxşı məsləhət verəcək kimsə olmasın. Amma intuisiya mütləq necə davranmağın daha düzgün olduğunu göstərəcək. Günün ortası daha sakit keçəcək. Cari işlərə və bəzi təşkilati məsələlərin həllinə diqqət yetirmək lazım olacaq. Əgər diqqətinizi yayındırmasanız, bunların öhdəsindən pis gəlməyəcəksiniz. Axşam üçün xüsusilə mürəkkəb və yorucu heç nə planlaşdırmamaq daha yaxşıdır. Böyük ehtimalla bu vaxt sizə istirahət lazım olacaq. Xərçəng bürcü 21 Mart 2026-cı il. Uğurlu məqamdan yararlanın. Bugün ulduzlar sizin tərəfinizdədir və bir çox işdə uğur vəd edir. Bəzi xərçənglərin vacib iş layihələrinə başlamaq dərhal özlərini ən yaxşı tərəfdən göstərmə imkanı olacaq. Belə bürc nümayəndələri təkcə yeni müttəfiqlər deyil, həm də kifayət qədər nüfuzlu himayədarlar tapacaqlar. Uzun müddətli əməkdaşlıqla bağlı təkliflər də mümkündür. Yaxşı, heç nə gözləmədiyiniz danışıqlar uğurla başa çata bilər. Burada bir çox xərçəngə onların cazibədarlığı kömək edəcək. Məhz bunun sayəsində ən güzəştsiz insanları belə öz tərəfinə çəkmək mümkündür. İşgüzar səfərlər də uğurlu keçəcək. Hətta son anda qərara alınanlar belə. Şir bürcü 21 Mart 2026-cı il. Hər şey istədiyiniz qədər asan alınmayacaq. Amma buna baxmayaraq, müsbət meyillərin təsiri kifayət qədər nəzərə çarpacaq. Uğurlu şərait nəticəsində bəzi şirlər son vaxtlar onları narahat edən suallara cavab tapacaqlar. Digər bürc nümayəndələri isə tezliklə lazım olacaq nəsə öyrənəcək və ya dəyərli məlumat paylaşacaq bir mentor tapacaqlar. Sənədlərin rəsmiləşdirilməsi, dövlət qurumları ilə qarşılıqlı əlaqə tələb edən məsələləri tez həll etmək mümkün olacaq. Lazım olan mühür və imzaları almaq gözlədiyinizdən daha asan baş verə bilər. Qız bürcü 21 Mart 2026-cı il. Asan uğurlara bel bağlamağa dəyməz. Məqsədləriniz kifayət qədər sadə olsa belə, onlara çatmaq üçün çalışmalı olacaqsınız. Gözlənilməz gecikmələr, xırda problemlər istisna deyil və bunlar irəli getməyinizə istədiyiniz qədər sürətlə imkan verməyəcək. Tərəfdaşlarla fikir ayrılıqları mümkündür. Dəstəyinə ümid etdiyiniz insanlar köhnə razılaşmaları poza bilər və sizə yeni müttəfiqlər axtarmaq lazım gələr. Bəzən yaranan çətinliklərə baxmayaraq, siz nikbinliyinizi qoruyacaqsınız və bu tamamilə əsaslı olacaq. Bugünün hadisələri sizi maraqlı ideyalara yönəldəcək. Problemlərin təkrarlanmaması üçün davranışınızda nəyi düzəltməli olduğunuzu göstərəcək. Bir çox qızlar təkcə dəyərli təcrübə qazanmayacaq, həm də faydalı tanışlıqlar əldə edəcəklər. Tərəzi bürcü 21 Mart 2026-cı il. Gün çoxlu yeni iş və tapşırıq gətirəcək. İstisna deyil ki, yolda planları dəyişməli, bir işi kənara qoyub başqası ilə məşğul olmalı olacaqsınız. Bu, bəzi bürc nümayəndələrini əsəbləşdirəcək. Amma tərəzilərin çoxu sakitliyini qoruya biləcək. Köhnə tanışlardan və yaxın dostlardan kömək istəməyi unutmayın.
Sizi çox şeyin bağladığı insan həm dəstək verəcək, həm də yaxşı məsləhətlər söyləyəcək. Hətta bəzi problemlərin həllini öz üzərinə götürəcəklər. Maliyyə sahəsinə müsbət meyllərin təsiri nəzərə çarpacaq. Pul daxil olmaları mümkündür. O cümlədən əvvəllər görülmüş işin haqqı şəklində. Hətta sahibkarlardan uzaq olan tərəzilərin də sərfəli sövdələşmələr bağlamaq şansı olacaq. Əqrəb bürcü 21 mart 2026-cı il. Günün sakit başlanğıcından istifadə edib yığılıb qalmış xırda tapşırıqları həll edin. Cari məsələləri qaydaya salın. İxtiraçılıq və yaradıcı yanaşma tələb olunan işlərdə çətinliklər yarana bilər, amma rutin işlərin öhdəsindən əla gələcəksiniz. Bu vaxt həmkarlarla ünsiyyət üçün də münasibdir. Onlardan mühüm bir şey öyrənmə imkanı olacaq. Günün ortası daha hadisəli keçəcək. Xoş xəbərlər, maraqlı hadisələr gətirəcək. Faydalı tanışlıqlar mümkündür. Bəzi əqrəblər elə insanlarla rastlaşacaqlar ki, onlarla birlikdə tezliklə cəsarətli planlarını həyata keçirməyə başlayacaqlar. İşlə bağlı təkliflər də istisna deyil. Elə hallarda qəti cavab verməzdən əvvəl bütün şərtləri diqqətlə öyrənmək daha yaxşıdır. Oxatan bürcü 21 mart 2026-cı il. Xırda şeylərə görə narahat olmayın. Bugün müsbət meyllərin təsiri üstünlük təşkil edəcək və ulduzların dəstəyi sayəsində siz bir çox tapşırığın, hətta ən çətin olanların da öhdəsindən əla gələcəksiniz. Gün xüsusilə rəhbər vəzifədə olan oxatanlar üçün uğurlu olacaq. Onların liderlik keyfiyyətləri öz yerini tapacaq. İstisna deyil ki, günün əvvəlində vacib qərarlar qəbul etmək, uzun müddətli planlar qurmaq və strategiya hazırlamaq lazım gəlsin. Burada sizə çətin ki, kiminsə köməyi lazım olsun. Ümumiyyətlə isə tək başına hərəkət etmək daha səmərəli olacaq. Nə vaxt itkisi, nə də nail olmaq istədiyinizi və bunun üçün nə lazım olduğunu uzun-uzadı izah etməyə ehtiyac qalacaq. Oğlaq bürcü 21 mart 2026-cı il. Günün başlanğıcı sizi xoş xəbərlərlə sevindirəcək. Bu vaxt xoş sürprizlər və maraqlı təkliflər də mümkündür. Qərarlarla tələsməmək daha yaxşıdır. Ümumiyyətlə isə ehtiyatsız riskdən qaçmağa, diqqətli davranmaq faydalı olacaq. Plan qurmaq və onları bütün detalları ilə nəzərə alaraq incəliklərinə qədər düşünmək bacarığınız sizə çox lazım olacaq. Məhz belə ciddi yanaşma sayəsində heç nəyi gözdən qaçırmayacaqsınız. Günün ikinci yarısında həmkarlar, rəhbərlik və işgüzar tərəfdaşlarla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür. Əgər əvvəllər aranızda fikir ayrılıqları yaranmışdısa, bugün hər şeyi razılaşdırma imkanı olacaq. İstisna deyil ki, ünsiyyət daha az rəsmi xarakter alsın və siz birlikdə işlədiyiniz insanlara yeni gözlə baxasınız. Dolça bürcü 21 mart 2026-cı il. Gün ciddi problemlər gətirməyəcək, amma bəzi çətinliklərlə qarşılaşa bilərsiniz. Ən çətini başqalarının işini təşkil edən dolçalar üçün olacaq. Belə bürc nümayəndələri başqalarının diqqətsizliyi və işə yüngül yanaşmasının nəticələrini aradan qaldırmalı olacaqlar. Başqalarının buraxdığı səhvləri düzəldərək siz dəyərli təcrübə qazanacaq, tezliklə lazım olacaq biliklər əldə edəcəksiniz. Adət etdiyiniz üsullar ən təsirli ola bilər. Buna görə də təcrübə aparmağa, tamamilə yeni həll yolları axtarmağa hazır olun. Bunun özü sizdə ciddi çətinlik yaratmayacaq. Amma ətrafdakılara nə düşündüyünüzü izah etmək bir qədər çətin olacaq. Səbirli olun. Böyük ehtimalla ideyalarını dərhal qiymətləndirilməyəcək. Balıqlar bürcü 21 mart 2026-cı il. İşgüzar baxımdan bu ən əlverişli gün deyil. Bir çox balıqlar üçün diqqəti toplamaq və işə başlamaq çətin olacaq. Tapşırıqların həlli isə həmişəkindən daha çətin görünür. Amma siz yenə də planlaşdırdıqlarınızın hamısının öhdəsindən gələcəksiniz. Bəzi bürc nümayəndələri köhnə müttəfiqlərdən vaxtında kömək istədiklərinə görə hətta daha çox iş görə biləcəklər. Bununla belə bugün yeni tərəfdaşlarla əməkdaşlığa başlamaq üçün də pis deyil. Sadəcə burada intuisiyanıza xüsusilə diqqətlə qulaq asmaq və ona yad məsləhətlərdən daha çox etibar etmək vacibdir. Qərarlarda tələsməmək daha yaxşıdır. Göz önündə olan cavablar yanlış çıxa bilər. Diqqətə layiq ideyalar isə dərhal ağlınıza gəlməyəcək. Əgər ixtiraçılıq və yaradıcı yanaşma tələb edən bir işlə məşğul olacaqsınızsa, buna daha çox vaxt ayırın və ani qələbələr gözləməyin.